Salam əziz bağbanlar, hər birinizi Xusar bağlarından salamlayırıq. Bu videoda sizə Valina gilas çeşidini təqdim edəcək, onun barədə sizə məlumatlar verəcək, bu çeşid barədə müsbət və mənfi tərəflərindən danışacaq. Video sonradan səs yazıldığına görə biraz nəzərə götürərsiniz bu hissəsini. Deməli, çeşid barədə çox gözəl, müsbət danışdı bağban, qeyd elədi ki, xoşuna gəlir və hər il gətirir, heç bir problem yoxdur. Dözümlüyü də yaxşıdır, bir problem yaşamırıq. Dözümlü bir sortdur, kalibri də normal olur, 30 pilos olur, birazdan kalibrini ölçəcək orada. 4 iyundur videonun çəkilmə tarixi, 4 iyundur, bunu qeyd edeyim. Hər hansı bir problem yoxdur. Çeşid bağbanı qeyd elədi ki, çox xoşuma gəlirdi və gətirməyi də hər il normalda gətirir. Burada da kalibri ölçülür. Gördüyünüz kimi 30 pilos idi. Tam qaralmır. Yəni ki, normal qırmızı olur. Yəni bu bağda bağban qeyd elədi ki, tam qaralma olmur. Tozlayıcı kimi də freskodan istifadə olunub. Bunu qeyd elədi. İndi yan cərgəyə keçib göstərəcək. Orada bu bağda ümumiyyətlə ən çox tozlayıcı kimi fresko çeşidindən istifadə olunub və gözəl nəticə alınıb. Bir problem də yoxdur. Normal gətirir hər il. Bütün bağbanlara uğurlar arzulayırıq. Valina çeşidini də göstərdik. Bu da videoda bir də hal-hazırda göstərilən fresko çeşididir. Uğurlar hər kəsə.